Hər gün səhər saat 6-da dururam. Birinci işim güllərimi sulamaqdır. Özümü təbiətdə hiss edirəm həqiqətən. Təbiətlə ünsiyyətimi o güllərdə tapıram. Çiçəyi açılanda, yeni yarpağı çıxanda mən sevinirəm. Necə insan evladı diş çıxardanda sevinir. Mən də o güllərin açılmağına, yeni budaq verməyinə sevinirəm. Bitkilər də insanlar kimidir. Onlara qayğı, sevgi göstərmək lazımdır. Mən 1978-ci ildə Mingəçevir şəhərində anadan olmuşam. 95-ci ildə məktəbi qurtarıb, həmin ildə Gəncə Aqrar Universitetinə daxil olmuşam. Ailədə 4 qız övladı olmuşuq. Onun sonuncusu mənəm, evin son beşiyi. Mənim 2 yaşım olanda atam rəhmətə gedib. Ata rəhmətə gedəndən sonra anamız bizi tək böyütdü. 4 qızın şəhər yerində böyüməsi, oğlunun ali təhsil alması çox çətindir. Anamızın arzusunu yerinə yetirərək biz hamımız ali təhsil almışıq. Anamız həmişə bizə bildiribdir ki, ali təhsil almalısınız ki, özünüz öz ayağınızın üstə dura biləsiniz. Heç kimə ehtiyacınız olmasın. İxtisasım üzərində işləməmişəm, çünki ailə qurdum, əkiz evladlarım dünyaya gəldi. Rusiyada yaşayanda bizim özümüzün ailə biznesimiz var idi. Bakıya köçəndən sonra mən uzun müddət işləmişdim deyə işsiz qala bilmirdim. Mən bir çox şirkətlərdən maraqlandım, CV-mi göndərdim, lakin işə qəbulda mənə çətinliklər törədirdi yaşım. Araz şirkətinə mən CV-mi verdim. Ora satıcı gastronom tələb olunurdu. İlk müsahibədə məni işə qəbul elədilər. Satıcı gastronomçu kimi işə başlamağıma baxmayaraq, baş satıcı, sonra administrator, hal-hazırda isə mağaza müdürü vəzifəsində çalışıram. Mağazamızda işlədiyim müddətdə ayın birincisi olub. Sonra keyfiyyət dəstəkçisi kimi 5-ci sırada yer alıbdır. Yəni bu mənim üçün böyük bir göstəricidir. İş saatımız səhərlər başlayır. Səhər gələndə bizdə 5 dəqiqəlik iclas olur. İşçilərə, idarə heyətinə bugünkü görüləcək işlər barəsində məlumat veririk. Yəni qiymət dəyişimidir, keyfiyyətdir, vitrinlərin dolu olması. Əsas işimiz bizim müştəriyə xidmətdir. Xidmət olan yerdə satışda olacaq, hörmətli olacaq. İçəri girən müştəri bizim mağazaya yox, elə bil bizim evimizə girir. Müştərilərimizə də biz elə bir münasibət bildirməliyik ki, bir dəfə gəldiyi yerə daimi gəlsin. Yəni onun üçün ora bir evi olsun. Bəzi müştərilərimiz var, deyir, mən özümü burada öz evimdə hiss edirəm. Mən özümü mağazada çox uşaqlı ana hesab edirəm. Çünki bilirsiniz, əksəriyyəti işçilərimizin tələbələridir. Yəni onların işləməyinə çox sevinirəm həqiqətən. Çünki mən oxuduğum dövrdə elə bir şans, elə bir imkan yox idi. Baxırsan, tələbələr öz təhsil haqqlarını belə özləri yığırlar. Biz bu valideynə nə qədər dəstəkdir. Bu da onu göstərir ki, şirkətimiz tələbələrin, gənclərin dəstəkçisidir, həmişə onların arxasındadır. Həyatda insanı arxasında duran həmişə bir şəxs olmalıdır. Mənim də həmişə yoldaşım arxamda durub, hərbiçidir, 44 günlük müharibə iştirakçısıdır, veterandır. Uşaqlar da bu yaxınlarda əskərliyə çağırılıblar, 2 əskər anası olacam. Həyat tək işdən ibarət deyil. Ev qayğıları, ev işləri, bunların hamısı öz üzərimə düşür. Çalışıram ki, həm işi, həm ailəni eyni balansda saxlayım ki, hər ikisini eyni anda idarə edə bilim. Mən özümü güclü qadın hesab edirəm.